Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Bu il imtahan sualları çətin olub. Ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? Dövlət sifarişli yerlərin sayında artım olacaqmı? Qəbuldasanda bu və digər aktual suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Biz həm Asan Radioda, həm Asan Radionun Facebook və Asan TV'nin YouTube səhifələrində video formatda canlı yayımdayıq. Suallarınız varsa rəy bölməsinə və ya 070 65 56 100 WhatsApp nömrəsinə yazın, səsləndirək. Onu da qeyd edeyim ki, müsahibim Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məlikə Abbaszadədir. Məlikə xanım, xoş gəlmişsiniz. Çox sağ olun ki, belə gərgin bir qrafikdə vaxt tapıb medianın, Asan Radionun da suallarını cavablandırırsınız. Çox sağ olun. Mənə də xoşdur bugün bu görüş. Çünki çox vacibdir ki, vaxtında bizim bütün abituriyentlər rəsmi məlumatı əldə etsinlər. Biz çalışırıq ki, həmişə hər bir mərhələdə onları maarifləndirək ki, onlar düzgün seçim eləyə bilsinlər. Təşəkkür edirik və sizə uğurlar arzuluruq. Məlikə xanım, buraxılış imtahanlarının nəticələri elan edildi. Necə qiymətləndirirsiniz nəticələri? Buraxılış imtahanın nəticələri elan olunubdur Naxçıvan istisna olmaqla. Çünki ayın 19-un nəticələri hələm yoxdur. Naxçıvanın da nəticələri demək elan olunandan sonra biz tam deyə bilərik ki, müqayisə eləyə bilərik keçən illə bu ili. Amma belə hansısa bir ilkin demək müqayisə mümkündür. Biz gözlədiyimiz nəticələrdir və bu nəticələr demək olar ki, kəskin fərqlənmir keçən ilki nəticələrlə və biz gözlədiyimiz nəticələrdir. Çünki biz bilirdik ki, bu il biz daha çox təhlil tələb edən, düşüncəli sualları demək daxil etmişik. Proqram çərçivəsindən biz heç zaman çıxmırıq və siz bilirsiniz ki, hər bir imtahan keçəndən sonra həmin o imtahan sualları verilir demək abituriyentlərə, onlar gedirlər evlərinə, öz müəllimlərinin yanına və bütün ölkə ictimai ekspertiza aparır bu suallarla əlaqədar. Eyni zamanda da biz həmin sualların demək təhlilini və nəticələrini bizim saytımızda asırıq və siz bilirsiniz ki, onlar tanış ola bilərlər. Proqramdan kənarlaşma heç zaman olmayıbdır və yoxdur. Ayrı bir məsələdir ki, biz təkcə demək bilik qiymətləndirmirik. Biz eyni zamanda da şagirdlərin, o zaman buraxılış imtahanı şagirdlər yalnız iştirak edir, hələ ki abituriyent deyirlər onda. Şagirdlərin kognitiv bacarıqlarını da biz demək müəyyən edirik, aşkar etmək istəyirik. Ona görə də müəyyən məsələlərə ola bilsin ki, şagirdlər elə də hazır deyildilər. O zaman ki, onlar imtahana hazırlaşan zaman yalnız əzbərçiliklə məşğul idilər, onların inkişafı üçün, onların təhlil aparmaq, müstəqil fikir söyləmək, tətbiq etmək, bax bu bacarıqları onlarda inkişaf etdirməmişdilər, ola bilsin. Ona görə də onlara həmin suallar daha çətin gəlirdir. Amma mən onu deyim ki, bu suallar, mən sizdən görüşməkdən əvvəl bir neçə sualı nümayiş etdim. Tamamilə sadə suallardır o nöqteyi nəzərdən ki, ilkin anlayışı olan hər bir şəxs bu suallara, həmin fəndən ilkin anlayışı olan hər bir şəxs bu suallara düşünüb cavab verə bilər və müəyyən suallara cavab vermək üçün 1 saniyə, 2 saniyə vaxt lazımdır. Bu riyaziyyatla əlaqədar birinci 18 suala təxminən 10 dəqiqə vaxt tələb olunurdur və biz bunu imtahandan əvvəl yoxluyuruq. Belə tipli suallar neçə vaxt aparır, nə qədər vaxt aparır. Çünki bu imtahan çətin, hansısa bir sual çətin, kiməsə çətin fikirləşə bilər o sual, amma o suala maksimum 5 dəqiqə vaxt tələb oluna bilər, o yazılı suallardır. 18 sual demək bizdə qapalı suallarıdır və orada 10 dəqiqə lazım edir o suallara cavab vermək üçün. Qalan 7 dənə yazılı suallarıdır. Riyaziyyatı mən nəzərdə tuturam. Orada hər suala təxminən 5 dəqiqə vaxt lazım edir. Bu eləyir 35, 10, 45 dəqiqə 1 saat riyaziyyata
Tam çatırdı vaxta qalırdı ki, kodlaşdırsın və yoxlasın. Təbii ki, biz bu nəticələri keçən ilki nəticələrlə müqayisə eləyəndə görürük ki, orta bal keçən illə müqayisədə aşağı düşübdür. Təxminən 1-2 bal. Ola bilsin, Naxçıvanın nəticələri üstə gələndə biraz qalxsın. Amma belə suallar və ana dilindən də belə suallar var. Belə suallar bizə imkan verir ki, orta səviyyəli bilən uşaqları, demək, aşağı səviyyəli biliyi olan uşaqlarla daha yaxşı müəyyənləşdirə bilək. Yüksək səviyyəli nəticə göstərən uşaqları daha tez aşkarlayaq. Bilirsiniz, bu demək nəticələr faktiki olaraq gözlənilən nəticələridir. Çünki həmin o uşaqlar 9-cu sinifdə buraxılış imtahanı verəndə riyaziyyatdan, ana dilindən onların nəticələri indiki 11-ci sinifdəki nəticələrlə uyğunlaşır. Biz bilirik ki, 9-dan 11-ə keçəndə orta hesabla 20%-dən 40%-ə qədər şagird öz nəticələrini yaxşılaşdıra bilir 9-la müqayisə olunanda. Və bu rəqəmlər elə həmin rəqəmlərdir, necə ki biz gözləyirdik. İldən ilə təbii ki, biz zamanın tələbinə görə və dəyişən dünyanın, dəyişən texnologiyaların tələbinə görə biz çalışırıq ki, bu bacarıqları, kognitiv bacarıqları müəyyən edək. Çünki bu kognitiv bacarıqlar daha vacibdir. Sonra ali məktəbdə uşaqlar demək, akademik nəticə əldə edə bilsinlər, oxuya bilsinlər. Faktiki olaraq ali məktəbdə oxumaq bu demək deyil ki, sən yalnız diplom alıb əmək bazarına daxil olursan. Ali məktəbdə oxuyan hər bir şəxs ömür boyu oxumağı öyrənməlidir. Müstəqil düşünməyi bacarmalıdır. Qeyri-müəyyən vəziyyətdə qərar qəbul etməyi və qərar qəbul edəndən sonra həmin o məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır. Bu xüsusiyyətlər çox vacibdir. Və biz demək, bütün imtahanlarda, yəni də təkrar edirəm, buraxılış imtahanları burada demək istisna deyil. Bütün imtahanlarda həmin o kognitiv bacarıqları da aşkar edirik. Məlikə xanım, təşəkkür edirəm ətraflı izaha görə. Xatırladım ki, qəbuldasan efirdədir. Müsahibim Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məlikə Abbaszadədir. Biz həm Asan Radionun Facebook səhifəsində, həm Asan TV'nin YouTube səhifəsində canlı yayımdayıq. Asan Radiodakı yayımımızda qısa fasilə olacaq. Sosial mediada video formatda yayımımız davam edir. Məlikə xanım, siz yəni iddiaları qəbul etmədiniz. Söhbət sualların çətin olması ilə bağlı olan iddialardan gedir və eyni zamanda orada məsələlər var idi ki, proqramdan kənara çıxılır. Proqramdan kənar ümumiyyətlə qəbul olunmur. Çünki bütün o sualları ki biz izahını vermişdik, internetdə bizim saytımızda asılıbdır. Orada göstərilib ki, neçənci sinifdə bu mövzu demək məktəb proqramına aiddir, neçənci sinifin məktəb proqramına aiddir və demək olar ki, bütün o sualların arasında ən çox 1-2 sual var ki, 11-ci sinifə aiddir. Qalan bütün suallar 8, 9, 7-dən başlayaraq 7, 8, 9-cu sinifdə demək verilən anlayışların əsasında qurulan suallardır və burada proqramdan kənarlanma heç zaman olmayıbdır və yoxdur. O da qaldı ki, düşünməyi demək, tətbiq etməyi bacarmaq, düşünməyi bacarmaq, hansısa mülahizələri demək, irəli sürmək. Bax, bu bacarıqları biz yoxluyuruq. Tapşırıqların formatı da əvvəlcədən məlumdur. Çünki belə növ tapşırıqları biz hələm dekabr ayında, yanvar ayında abituriyentin xüsusi buraxılışında vermişdik və demişdik ki, bu ilin imtahanına aid olan model testlərdir. Həmin o model testlərdən də biz kənara çıxmamışıq. Bunlar əvvəlcədən elan olunur. Təəssüflər olsun ki, bu demək, o marafon ki, müəllimlər qurur, imtahana hazırlıq marafonu, biz dediyimiz məlumatlar, biz verdiyimiz həmin o metodik göstərişlər, həmin o marafon zamanı çox müəllimlərlə tərəfdən nəzərə alınmır. Çünki onlar öyrəniblər ki, eyni səviyyədə demək, hazırlıq aparsınlar və şagirdləri təbii ki, bu istiqamətdə hazırlaşdırmırlar. İkinci bir məsələ ondan ibarətdir ki, yalnız demək,
9-cu, 10-cu, 11-ci sinifdə hazırlıqla məşğul olub bütün 11-ci sinifin proqramını mənimsəmək qeyri-mümkündür. Biz bunu dəfələrlə demişik, oxumaq lazımdır. 5-ci sinifdə də, ibtidai sinifdə də. Başa düşürsünüz, bu zincirvari bir prosesdir. Hansısa demək bacarıqlar formalaşmayıbsa, misal üçün uşaq 9-cu sinifə gəlib çatıb və oxuma sürəti, qavrama sürəti çox aşağıdır. Bir səhifəni misal üçün 10 dəqiqəyə oxuyur. Təbii ki, o mətni oxuyub, qavrayıb, o mətnə aid suallara cavab vermək üçün ona daha çox vaxt lazımdır. Nəinki o şagirdə ki, o kitablar da oxuyubdur, o sürət də yüksəkdir, onda anlama da mümkündür, o anlaya bilir oxuduğunu. Bax, bu xüsusiyyətləri orta məktəb gərək formalaşdırsın. Məlikə xanım, təşəkkür edirəm. Mən Asan Radioya yeni qoşulan dinləyiciləri bir daha salamlayıram və xatırladım ki, biz Qəbuldasan verilişindəyik. Proqramın qonağı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məlikə Abbaszadədir. Biz aktual suallar barədə danışırıq. Canlı yayımdayıq. 07065 56 100 WhatsApp nömrəsində suallarınızı yaza bilərsiniz. Asan Radionun Facebook səhifəsində, Asan TV-nin YouTube səhifəsində canlı yayımda rəy bölməsinə suallarınızı yaza bilərsiniz. Biz səsləndirəcəyik və Məlikə xanım cavablandıracaq. Məlikə xanım, hamı bizdən keçid ballarını soruşur. Sizin qonaq olacağınızı bilənlər. İndi imtahanlar tam yekunlaşmayıb da, bunu məncə demək mümkün deyil. Keçid balı necə formalaşır? Bizə bu maraqlıdır. Ümumiyyətlə, müsabiqəyə daxil olmaq üçün, ali məktəbə sənəd vermək üçün müəyyən bal əldə etmək lazımdır. Bu birinci mərhələdə toplanılan ballar da əsasdır. Sizdə var ki, bax, birinci mərhələdə nə toplayıbsınızsa, siz bu ballarla müsabiqəyə daxil olmalısınız. Misal üçün, 5-ci ixtisas qrupuna siz bu ballarla daxil olub və orada qabiliyyət imtahanlarını verib müsabiqə buraxılsınız. Amma ikinci mərhələdə siz ən azı 100 bal toplamalısınız və indi buraxılışda olan balların üstünə gəlir həmin o sizin ikinci mərhələdə topladığınız bal və orada müxtəlif demək şərtlər var müsabiqəyə buraxılmaq üçün. 200 ballıq da ixtisaslar var, 250 ballıq da ixtisaslar var, 150 ballıq da ixtisaslar var və bunu mən indi təkrarlamayacağam, hamı bilir. Amma keçid ballar deyəndə demək müsabiqəyə buraxılmaq şərti var. Bu həmin o 100 baldır. Cəmi bir yerdə 2 imtahandan 150, 200, 250 bu belədir. Müsabiqəyə buraxılırsınız. Müsabiqəyə buraxılandan sonra bizə məlum olur ki, hər qrupda indi ərizə verənlərin sayı da məlumdur. Hər qrupda nə qədər ərizə veriblərsə, onların neçə faizi müsabiqəyə buraxılacaqdır. Müsabiqəyə buraxılan insanların sayına baxanda və biz demək plan yerləri hələ ki bizə tam məlum deyil. Plan yerləri dəqiq məlum deyil, amma bilirik ki, təbii ki, keçən ilki səviyyədə olacaq. Keçən il təxminən 60 minə yaxın plan yeri verilmişdir. 28 min bizdə keçən il dövlət sifarişli yerləri idi. O deməkdir ki, həmin o yerlərdə oxuyan şəxslərin təhsil pulunu hökumət tərəfindən ödənilir. Və bu rəqəmlər ildən ilə artır və faktiki olaraq indi verilən, təqdim olunan yerlərin 50% dövlət sifarişli yerlərdir. Və necə formalaşır keçid ballar konkret bir ixtisasa? O plan yerlərindən asılı olaraq, misal üçün, keçən il bu ixtisasa 100 yer verilmişdir, bu il misal üçün 1000 yer verilibsə, təbii ki, ora keçid bal aşağı düşəcəkdir. Yox, keçən il 100 verilmişdirsə, bu ildə 100 verilibdir, amma o ixtisasa sənəd verənlərin sayı çoxalıbdırsa və o sənəd verənlər hamısı yüksək nəticə göstərən uşaqlar olarsa, onda o yerlərin, demək, o yerə keçid bal artacaqdır. Belə təsir var, həmi plan yerlərinin sayından, həmi o yerə sənəd verən abituriyentlərin sayından və beləliklə keçid bal həmin ixtisasa axırıncı demək, kim qəbul olunubsa, onun balıdır. Keçid bal belə formalaşır. Və birdən-birə, misal üçün, bu il bütün abituriyentlər öz fikirlərini dəyişib, bir ixtisası seçsələr o ixtisas qrupunda, təbii ki, orada artacaqdır. O birisi ixtisasda azalacaqdır. Burada demək, nə dəyişikliklər olur da? Dəbdə olan ixtisaslar olur ki, həmişə orada prestij sayılan ixtisaslar olur ki, ora keçid ballar demək, həmişə yüksək olur ümumi
orta səviyyəni biz götürsək. Amma müəyyən illər olur ki, bu istəklər də dəyişir. Başa düşürsünüz? Çox pisdir ki, bu seçim zamanı insanlar demək, dəbdə olan ixtisasları, kiminsə təsirinə düşüb öz seçimini etmirlər. İndi IT-dir bu sahə məncə ən aktual olan, ən populyar olan. O indi də biz görürük ki, IT sahəsinə bizdə kifayət qədər sənəd verənlər var, amma gülməli, bəlkə də gülməli deyil, ağlamalı odur ki, o sənəd verənlərin bir qismi demək riyaziyyatdan birinci mərhələdə də elə yaxşı nəticə toplamayıblar. Nə üçün bu sahə birinci qrupu seçirlər, baxmayaraq ki, demək onların riyaziyyatdan nəticələri elə də yaxşı deyil. Yəqin ki, ona görə ki, orada plan yerləri çoxdur və orada qəbul olmaq ehtimalı yüksəkdir. Bax, buna görə də seçirlər. Və demək, bəli, IT ixtisaslara vaxtı ilə elə də yüksək müsabiqə vəziyyəti yox idi, indi çoxalıbdır. Bir tərəfdən bu yaxşıdır. Biz informatikadan da bilirsiniz imtahan keçiririk. Amma ixtisas seçimi zamanı bugünkü vəziyyəti yox əmək bazarında. Bir 5 ildən sonra nə vəziyyət formalaşacaqdır? Onu da düşünmək lazımdır. Əmək bazarı çox dəyişir, sürətlə dəyişir. Çünki yeni ixtisaslar mövcuddur, yeni sahələr açılır. Standart ixtisaslar var ki, biz görürük ki, onları yaxın zaman süni intellekt əvəz edəcəkdir. Və ona görə də təhsil almaq vaxtı ona həsr etmək lazımdır ki, insan oxumağı öyrənsin. O hazır olmalıdır. Bugünkü gənclər hazır olmalıdırlar ki, onlar ömür boyu oxuyacaqlar və dəyişən demək məkanda adaptasiya olmağı bacarsınlar ki, öz ixtisaslarına uyğunlaşa bilsinlər. Bax, bu çox vacibdir. Ona görə də həmin seçim zamanı da mən təkrar edirəm ki, bu kognitiv bacarıqlar da çox vacibdir ki, insanlar gələcəkdə özlərini tapsınlar və bu mərhələ, faktiki olaraq bu imtahan, bu elə də bir o mərhələdir ki, insan öz nəticələrini düzgün təhlil edib, özü üçün düz yol tapsın. Biz heç kimi məhdudlaşdırmırıq, çünki kifayət qədər geniş imkanlar var. Məlikə xanım, təşəkkür edirəm. Sözünüzü bölməli oldum. Biz Asan Radioda qısa fasiləyə ayrılmalıyıq. Yayımımız Asan Radionun Facebook səhifəsində, Asan TV-nin YouTube səhifəsində davam eləyir. Suallarınızı rəy bölməsinə yaza bilərsiniz. Bizim 070 65 56 100 WhatsApp nömrəmiz var. Suallarınızı ora yaza bilərsiniz. Qəbuldasan verilişdədir. Qonağım Məlik Abbaszadədir, Dövlət İmtahan Mərkəzinin rəhbəri və bizə artıq suallar daxil olub. YouTube-dan Günay Hüseynov adlı izləyici yazıb. Xahiş edirik, 10 may keçiriləcək olan rəsmi sınaq imtahanının cavabı 24 maya qədər açıqlansın. Ən azından 2 və 3-cü qrup abituriyentlər üçün açıqlansın. Belə bir mesajımız var. Biz 10 may keçirdiyimiz sınaq imtahanda sözün doğrusu gözləyirdik ki, daha çox insan iştirak edəcəkdir. Cəmi 5000 adam sənəd veribdir. Təxminən 100.000 demək ərizə təsdiqlənibdir. Cəmi 5% şagirdlər bu imtahana yazılıbdır. Məsələ ondadır ki, bu imtahan onlar üçün bir imkandır ki, onlar əvvəlcədən öz nəticələrini ölkə üzrə olan standartlara uyğun olaraq qiymətləndirsinlər və sonra o nəticələri təhlil edib yenə də hansısa seçim eləyə bilərlər. Seçim nədən ibarətdir? Qrupu seçən insan, bilirsiniz ki, bizdə 2 cəhd var da. Birinci cəhddə iştirak edəndən sonra ikinci cəhddə də qeydiyyat başlayacaqdır. Bu demək, ikinci mərhələnin ikinci cəhdi və orada qrupu dəyişmək mümkündür. Misal üçün, birinci qrupa verən dördüncü qrupa verə bilər ya da dördüncü qrupa verən birinci qrupa və ümumiyyətlə orada məhdudiyyət yoxdur. Qrupları dəyişdirə bilər. Hər bir cəhdə ayrı bir qrupu seçə bilər. Çox az olur belə hallar, amma mümkündür. Və bu imkanı demək olar ki, abituriyentlər istifadə etmirlər. Mən onları çağırıram ki, belə sınağın nəticələrini təhlil edəndən sonra düşünürsünlər ki, hansı istiqamətə, hansı ixtisas qrupuna onlar demək, sənəd verirlərsə, bəlkə ikinci cəhdə o birisi ixtisas qrupunda da öz güclərini sınasınlar. Biz çalışacağıq ki, nə qədər bacarırıq tez cavab verək, amma məsələ ondan ibarətdir ki, burada demək,
yazı işlərinin yoxlanması üçün kifayət qədər vaxt tələb olunur. Biz çalışacağıq və bilirik ki, 24 maya qədər bu ikinci, üçüncü qrupun demək imtahanıyla əlaqədar yəqin bunu yazırlar ki, əvvəlcədən bilsinlər. Biz çalışacağıq, amma mən onu söz verə bilmərəm, çünki ekspertlərin demək sürəti, işləmə sürəti məndən asılı deyil. Bizim elə də çox demək bu sahədə ekspertlərin sayı elə də çox deyil. Deməli, Mələkə xanım, bizə dinləyicilərimizdən yenidən suallar daxil olur. Salam, Mələkə xanımı da salamlayıram. Ali məktəblərə imtahansız, ödənişsiz formada subbakalavrların qəbuluna nə ehtiyac var? Niyə əvvəlki illərin məzunları üçün qəbul ödənişli? Subbakalavrların ali məktəbə qəbulunu bu təhsil strategiyasında qəbul olunmuşdur və biz bunu rəayət edirik. Bu qərar demək, bu bizim qərar deyil, biz bunun müzakirəsində iştirak edirdik. Bu gənclərin təhsil almaq imkanını genişləndirmək üçün belə qərar verilmişdir. Amma onu da deyim ki, müəyyən ixtisaslar var ki, ora subbakalavrlar, baxmayaraq ki, onların hüquqi cəhətdən belə imkanı var, amma onlar heç zaman ora qəbul olmayıblar və bu qayda tətbiq olunandan. Misal üçün, tip texnikumları bitirənlər heç zaman tip universitetinə qəbul olmayıblar, çünki orada o yerlər onsuz da dolur. Müəyyən amma sahələr var ki, kənd təsərrüfatı sahəsi, ikinci qrupda müəyyən ixtisaslar var, marketinq, menecment, müəyyən sahələr var ki, orada boş yerlər qalır, orada özəl məktəblərin boş yerləri qalır deyə ora subbakalavrlar imtahansız qəbul olunurlar. Nə dərəcədə düzdür, nə dərəcədə indi ali məktəblər problemlərlə rastlaşırlar, bu da müzakirə mövzusudur. Amma mənə elə gəlir ki, indiki auditoriyaya bu elə də vacib deyil. Bunu ali təhsil müəssisələrin rəhbərləri ilə biz müzakirə edirik. Təşəkkür. 29-20 sonluqlu nömrədən yazıblar. Salam, test topluları hər il dəyişəcəkmi? Dərs edərkən radiodan eşitdim sizi. Söhbət Asan radiodan gedir. Mələkə xanıma birbaşa sualınızı ünvanladıq. Bilirsiniz, biz topluları hər il dəyişmirik. Müəyyən toplular var ki, 1-2 il işləyir. Yeni model testlər mövcud olandan sonra biz çalışırıq ki, onları da əlavə edək və topluları almamaq da olar. Modelləri bizim abituriyent jurnalımızda biz çap eləyirik, oradan tanış olmaq olar. O model testlərə əsasən hər il nə dəyişikliklər varsa biz jurnalda da çap eləyirik və bizim internet saytımızda da yerləşdiririk. Beləliklə toplunu dəyişmədən də o testlərlə tanış olub yenilikləri elə əldə etmək mümkündür. Amma proqram dəyişəndə məktəbdə biz hər il əsas nəyi götürürük ki, həmin ilin məzunları hansı dərslikləri istifadə ediblər, həmin ilin məzunları hansı proqramla oxuyublar və onda biz əsaslı dəyişə bilərik də. Ola bilir ki, misal üçün 6-cı sinifdə indi misal üçün hansısa bir dərslik dəyişib də, amma bu uşaqlar indi 7-dədir, 8-dədir. Onlar gəlib 11-ə çatanda bunların dərslikləri dəyişib də biz bir il əvvəl yeni toplular buraxırıq ki, çünki dəyişibdir. Və hər il əvvəlki illərin məzunları demək imtahana hazırlaşanda onlar həmin ilin tələblərinə uyğun olaraq hazırlaşmalıdırlar və həmin o toplular onlar üçün bir demək imkandır ki, onlar tanış olsunlar, çünki onlar vaxtı ilə keçəndə həmin dərsliklərlə işləməmişdilər. Təşəkkür. Mələkə xanım, bəzən deyirlər ki, test ümumiyyətlə ləğv olunmalıdır. Sizin bu sahədə böyük təcrübəniz var. Necə qiymətləndirirsiniz bu təklifi? Bu testi demirlər, ümumiyyətlə deyirlər ki, imtahan ləğv olunsun. Mən bunu belə eşitmişəm də. İmtahanlar ləğv olunsun, kim istəyir ali məktəbə getsin, yazılsın və oxusun. Müsabiqə olmasın. Siz təsəvvür edirsiniz də bu nəyə gətirib çıxarda bilər? Bu bir. İkinci, onu da mən deyim ki, müəyyən misal üçün ölkələr var, inkişaf etmiş ölkələr. Orada yalnız demək imtahanın adı belədir ki, buraxılış imtahanıdır və onun əsasında artıq ali məktəblər qəbul eləyirlər və bizdə də faktiki olaraq elədir. Buraxılış imtahanının nəticəsi əsasında demək olar ki, 300 bal toplayıb ali məktəbə qəbul oluna bilər müəyyən qrupda. Eyni zamanda da demək o qalan 3 imtahanı, hansı ki 3 fən var,
ikinci cəhdə. Onun nə dərəcədə olması və olmaması bu həmişə müzakirə mövzusundadır. Bu bizə sifarişçi Təhsil Nazirliyidir. Bu istiqamətdə biz hansısa demək danışıqlar aparırıq. Amma kütləvi qiymətləndirmənin aparılmaması, ali məktəblərə bu prosesi verilməsi, bu məsələlər də artıq müzakirə mövzusu deyil. Çünki burada kütləvi imtahanlar və bir standarta uyğun gənclərin biliyini qiymətləndirmək çox yaxşı nəticə veribdir. Bu 30 ildə biz bunu görmüşük. İkinci bir məsələ var ki, mən sual vermək istəyərdim. Sizcə bu inkişaf etmiş ölkələrdə demək, ali məktəbə qəbul olunan, misal üçün 100% ali məktəbə qəbul olunubsa, normativ zaman 4 il ərzində ya da 3 il ərzində hansı ki tələb olunur o ixtisasa görə neçə faiz sizcə ali məktəbi bitirir? Siz deyə bilərsiniz, təxminən neçə faiz bitirir? 70%? Yox, 40%. 40%, müəyyən ölkələrdə 50%. Demək, qəbul olunur həmin o və 40-50% yalnız 4 il ərzində o ali məktəbi bitirə bilir. Bizdə belə bir şey mümkündür. Bizdə sizcə neçə faiz qəbul olunandan sonra ali məktəbi bitirir? Müəyyən illər var idi ki, bizdə 100% qəbul olunurdur, 150% bitirirdi. Belə də var idi da bizdə. Bu illərdə sizin yəqin ki yadınızdadır. İndi elə deyil. İndi təxminən 80% ali məktəbi bitirir qəbul olunanlardan. Orada müxtəlif səbəblərə görə bu belə rəqəmlər var və biz yenə də təkrar edirəm ki, biz nə istəyirik? Biz istəyirik ki, ali təhsil verilən, ali təhsil alan gənclər, onlar doğrudan da bilik və bacarıqla, elə bilik, bacarıqla ali məktəbdən çıxsınlar ki, onlar əmək bazarında, müasir əmək bazarında özlərinə yer tapsınlar. Bax, bu çox vacibdir. Təşəkkür. Bizə növbəti dinləyicimiz, izləyicimiz daha doğrusu YouTube-dan yazıb, qəbul imtahanlarının səviyyəsi necə olacaq? Məmmədli adlı istifadəçi. Demək, dekabr ayında və yanvar ayında xüsusi abituriyent jurnalında həmin model dərc olunubdur. Onu siz əldə edə bilərsiniz və demək, o modellə tanış ola bilərsiniz. Elə həmin səviyyədə olacaqdır. Biz imtahanı modeli əvvəlcədən çap eləyirik, ictimaiyyətə təqdim edirik. Ondan əvvəl müzakirələr aparırıq. Bizdə açıq seminarlar var, elmi metodik seminarlar və bu dekabr ayından məlumdur. Təşəkkür. 0872 sonluqlu nömrədən yazırlar. Salam əleyküm xanıma, sualım yoxdur. Sadəcə çox sağ olun demək istəyirəm ki, 2 övladım qəbul olub bakalavra, magistra, Dövlət İmtahan Mərkəzi heç kimə fikir verməsin, öz işlərini belə davam etsinlər. Xahiş edirəm, səsləndirin. Dinləyicimiz belə yazıb, biz də ona təşəkkür edirik. Məlikə xanım, bu əslində əziyyətə verilən bir növ vətəndaş qiymətidir. Çox sağ olun, bu çox xoşdur bunu eşitmək, çünki hərdən bu məsələlərlə əlaqədar sosial şəbəkədə nələr yazılırsa biz də oxuyub tanış oluruq. Müəyyən dərəcədə məyusluq hissləri də keçiririk. Təşəkkür Məlikə xanım. Daim xoş rəylər almağınızı arzulayırıq. Bir də bizdə yaxın gələcəkdə ola biləcəkmi imtahanlarımız onlayn olsun? İnsanlar hansısa bir məktəb binasında, ümumiyyətlə fiziki olaraq harasa getməsinlər, onlayn imtahan versinlər. Bu realdır. Fiziki olaraq harasa getməsinlər yox. Konkret olaraq hansısa bir auditoriya siz offline nəzərdə tutursunuz ki, konkret olaraq bir auditoriyada olsun. Bizdə belə imtahanlar var. Elektron imtahanlardır. Bizim binada keçirilir, bilirsiniz. Gəlib orada imtahandan keçirlər. Home edition adlanılır belə imtahanlar və bu o demək evdən imtahan vermək. Mən onu deyim ki, hətta beynəlxalq imtahanlar, misal üçün TOEFL, Home edition, onun nəticələrinə biz etibar etmirik. Çünki orada çoxlu saxtakarlıqlar var və belə sertifikatları biz qəbul eləmirik. Və bizdə onlayn imtahanlar o səviyyə, bilmirəm indi necə texnologiya inkişaf edəcək ki, bizə belə imkan yaradılsın, amma offline demək, məktəblərdən imtahan
Bəli, biz bunun üzərində işləyirik ki, müəyyən imtahanlar artıq demək bu imtahanlar məktəbdə hardakı kompüterlər var, müəyyən auditoriyalar var. Kağız daşıyıcısında bu imtahanlar keçirilməsə, rəqəmsallaşma aparılsın və bu imtahanlar elektron imtahanlar olsun. Misal üçün, bu il rezidentur imtahanının ikinci mərhələsi elə elektron olacaqdır. Növbədə bizdə magistratura durur. Növbədə bizdə Azərbaycan dili, dövlət dili kimi bu layihədir ki, o da demək kompüter vasitəsilə elektron imtahan olsun və ən kütləvi imtahanlar, buraxılış imtahanları, onun kütləviliyini təmin etmək üçün təkcə biz yox, biz Təhsil Naziri ilə çox gərgin iş aparmalıyıq ki, həmin o baza hazır olsun ki, biz hər bir şagirdə belə imkan yaradaq. Məleykə xanım, bəzən deyirlər ki, bəzi təkliflər eşidirik ki, sürücülük vəsiqəsi almaq üçün imtahanı da Dövlət İmtahan Mərkəzi keçirsin. Bu mümkün ola bilərmi? Bizdə yalnız taksi sürücülərin etik davranışı ilə əlaqədar imtahanlar təşkil olunub. Mən də bilmirəm, indi ola bilsin dinləyicilər gərək qiymətləndirsinlər ki, bizim taksi sürücülərimizin davranışı dəyişib yoxsa yox. Bir ildən çoxdur ki, biz bu imtahanları aparırıq. Amma sürücü vəsiqələrin biz tərəfdən imtahan keçirilməsi heç müzakirə mövzusu deyil. Təşəkkür. Bir də siz bu yaxınlarda açıqlama verdiniz ki, buraxılış imtahanı vaxtları artırıla bilər. Daha sonra əslində bununla bağlı izah vermişdiniz. Xahiş edəcəyim bir daha da deyəsiniz, qərar təsdiqini tapdımı və hansı zərurətdən yarandı? Bizdə demək, gələn il buraxılış imtahanlarında xarici dildə esse yazılması tələb olunacaqdır. Bununla əlaqədar biz demək, təxminən 15 dəqiqə nəzərdə tuturuq ki, esse yazılması üçün esse tələbi, akademik writer yazı demək, bacarıqlarını biz yoxlayacağıq ona görə. Amma bu hələ ki yəni deyirəm, hüquqi öz əksini tapmayıbdır da. Hüquqi normativ sənədlərdə bu hələ öz əksini tapmayıb. Biz hələ araşdırma aparmışdıq və bu fikri xarici dil müəllimlərinin görüşdə biz eşitmişdik və dedik ki, düşünəcəyik. Bunun üzərində hal-hazırda ölkə üzrə bizim demək, belə seminarlar gedir. Bu yaxınlarda Naxçıvanda da getdi, Bakıda keçdi, Naxçıvanda keçdi. İndi bizim işçilərimiz bütün regionlarda belə canlı görüşlər keçirəcəklər xarici dil müəllimlərindən. Ümumi rəydən sonra yəqin ki, biz bu məsələyə yenə qayıdacağıq. Bu gələn ilə aiddir. Təşəkkür. Mən xatırladım ki, qəbuldasan efirdədir. Qonağım Məleykə Abbaszadədir. Dövlət İmtahan Mərkəzinin rəhbərliyi suallarınızı cavablandırır. Siz də suallarınız varsa rəy bölməsinə yazın və yaxud da bizim WhatsApp nömrəmiz var 070 65 56 100. Oraya yazın, cavablandıraq. Məleykə xanım, indi müasir dövrdür. Hamının telefonu var və bir çox adamlar özü-özlüyündə ekspertə çevrilib. Yəni canlı yayım açırlar, videolar çəkib paylaşıb, müxtəlif fikirlər təqdim edirlər. Sizin böyük və yaxud qeyd etdiyim kimi böyük təcrübəniz var bu sahədə. Əslində ekspert kimdir? Bilirsiniz, ekspert odur ki, həmin sahədə heç olmasa 5 il işləyən insan, konkret olaraq iş yeri onun bu sahə ilə əlaqədardır. Təhsillə misal üçün əlaqədardır və onun hansısa elmi araşdırmaları, onun hansısa elmi məqalələri, onun hansısa demək, həm ölkə çərçivəsində, həm dünya çərçivəsində elmi demək, məqalələrinin qəbul olunması, dərc olunması və onun nəticəsində, onun əməyin nəticəsində o ekspert adı qazana bilər də. Müxtəlif sahələrdə düzdür. Ekspertlərə ayrı yanaşma da var. Misal üçün IT sahəsində müəyyən sertifikatları qazanan insanlar, onlar baxmayaraq ki, iş stajı kimdəsə o sahədə 10 ildir, amma o birisi gənc bir adam bir neçə sertifikat əldə edibsə, demək o ekspert kimi çıxış eləyə bilər. Bu IT-yə aid olan məsələ. O da qaldı ki, demək, konkret olaraq akademik sahədə, burada yenə də təkrar edirəm, ekspertin öz işi, onun təcrübəsi əsas olmalıdır. Amma kimsə voyini gedib orada
alanda qeyd eləyib ki, mənim fəaliyyət növüm ekspertdir bu sahədə. Başa düşürsünüz, bu necə bu necə qəbul olunur ki, deyir mənim voynimdə yazılıbdır ki, mən ekspertəm. Bunu mən başa düşmürəm. Təşəkkür edirəm. Mətanət adlı izləyicimiz yazıb, kolleclərin balı düşəcəkmi? Müsabiqəyə buraxılmaq şərtləri elan olunubdur, onlar qalacaqdır. Necə demək, kolleclərə qəbul olunanların sayı nə qədər olacaqdır, hələ ki biz bilmirik. Mən düşünürəm ki, keçən ilki səviyyədə olacaqdır. Belə düşünürəm. Çünki bu demək, Instagramın həmin o balların paylanmasının qrafikinə baxanda mən görürəm ki, o səviyyədə həmin həcmdə abituriyentlər var, həmin toplu var. Təşəkkür. Rahim Mirzəcan, bu bizim həmkarımızdır, yazır. Artıq bir neçə ildir ki, subbakalavrlar imtahansız ali məktəblərə qəbul ola bilir, ancaq müsahibələrinizdən birində vurğulamışdınız ki, onların ali təhsil prosesinə cəlb edilməsi ilə bağlı çətinliklər var. Doğrudur, subbakalavrlar adətən qiyabi təhsil növünə üstünlük verirlər. Olmaz ki, subbakalavrlar üçün ayrıca qiyabi plan yerləri ayrılsın və onlar ali təhsil arzularını və imkanlarını reallaşdıra bilsinlər. Burada ali təhsil almaq, diplom almaq arzusudursa bu ayrı. Burada ali təhsil almaq, yeni bilik və bacarıq özündə formalaşdırmaq üçün ali təhsilə gedir, yeni mütəxəssis kimi formalaşmaq istəyirsə, demək, məncə bu qiyabi təhsil elə də yaxşı yol deyil. Amma onu da başa düşmək lazımdır ki, subbakalavrlar hamısı müəyyən bir yaşa çatmış insanlardır. Onlar işləyirlər artıq və onlar iş yerlərini itirmək istəmirlər. Yəqin ki, hansı formatdasa onlara təhsil ocaqlarında hansısa formatdasa onlarla təhsillərini təşkil etmək mümkündür. Amma çox zaman biz yox, təhsil rəhbərləri, təhsil ocaqlarının rəhbərləri şikayət edirlər ki, onların akademik bilikləri çox aşağı səviyyədə olur deyə, onların ali təhsil almaq çətinlikləri həmin ondan qaynanır ki, onların akademik bilikləri çox aşağı səviyyədədir. Ola bilsin ki, hansısa demək, işləyirlər, onların demək, müəyyən xüsusiyyətləri var ki, o işdə onların demək, nəticələri də var. Amma akademik bilikləri çox aşağıdır. Bu, hər tərəfdən belə məlumatlar gəlir. Yəqin ki, onlar özləri öz üzərində daha çox işləməlidirlər ki, imtahansız qəbul olmaq bu demək deyil ki, sonra elə imtahansız da 5 il hər bir mərhələni formal olaraq keçmək və sonra bir kağız parçasını stolun üstünə qoymaq ki, hə, mənim artıq ali təhsilim var. Ali təhsil bu yeni bilik, bacarıq və öyrənmək bacarığını özündə formalaşdırmalıdırlar onlar. Məlikə xanım, 13-33 sonluqlu dinləyicimiz soruşur, məktəb vaxtından hansı 3 metod tətbiq etməliyik uşaqlarımıza ki, həvəslə oxusunlar, qəbulda çətinlik olmasın? 3 bilmirəm nəyi nəzərdə tuturlar. Əsas odur ki, valideyndirsə birinci uşağı sevmək və onu dinləməyi bacarmaq lazımdır və hər şey valideyn bəlkə də nəyisə özü əldə edibsə hesab eləyir ki, bu maddi imkanlarına görə uşağa bu şəraiti yaradacaqdır. Bu belə deyil. Uşağa ən çox valideynin diqqəti və vaxtı lazımdır. Siz nə qədər çox vaxt sərf eləsəniz öz uşağınızla danışmağa, birgə kitab oxumağa, hansısa məsələləri müzakirə etməyə, o uşağın oxumaq demək, istəyi də, həvəsi də artacaq. Çox sağ olun. Bir daha vaxt ayırdığınıza görə, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdaram. Sizə, bütün abituriyentlərimizə uğurlar arzulayıram. Mən də abituriyentlərə uğur arzulayıram. Mənim bircə dənə demək, valideynlərə müraciətim var. Bilirsiniz, həssas bir vaxt yaşayır sizin balalarınız və onlar onsuz da başa düşürlər ki, bu mərhələni keçib sərbəst tələbə olacaqlar ya da hərbi qulluğa gedəcəklər ya da işə gedəcəklər. Onsuz da onlar
müəyyən bir stres yaşayırlar. Bu əlavə stresi çox zaman valideynlər də yaradırlar ki, nəticəni əldə etməsən mən demək səni qəbul etməyəcəm və mənim münasibətim sənə dəyişəcəkdir. Onlar sizdən dəstək gözləyirlər. Onlar sizdən gözləyirlər ki, siz onları anlayasınız, düşünəsiniz. Onlar gözləyirlər ki, siz onların fikrini də öyrənib, ixtisas seçimi zamanı onların istəyini, seçimini nəzərə alın və onlara dəstək olun. Çünki biz yalnız bilikləri qiymətləndiririk. Amma bir insan kimi siz öz uşaqlarınızın dəyərini aşağı salmayın ki, o nəticəni əldə edə bilməyibsə, axı o sizin yenə də uşağınız qalır. Bu da valideynlərin imtahanıdır da. Ümid edirik onlar da kəsilməz imtahanlar. Ümid edirəm, bəli. Çox sağ olun, var olun Sağ Elşə xanım. olun, sağ olun. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu, qonağım Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.